Afrodit'in çocuk. Yakın geldi taşı yakın. في سبيل الله. السلام عليكم يا أهل الدردار قوم مؤمنين. إنا إن شاء الله بكم لاحقون. نسأل الله لي لنا ولكم العافية. رحم الله مناديا. فاتحة. الحمد لله رب العالمين. يا خنول يا خنستان. عليهم ولا الضالين آمين بسم الله. قل هو الله احد الله الصمد لم يلد ولم يولد اللهم صل على محمد وعلى ال محمد. اعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كلنا آمن بالله وملائكته ولك ربنا وليك المصير لا يكلف الله نفسا إلا وسعها ربنا ولا تحمل علينا إسرا كما حملته على الذين من قبلنا ربنا ولا تحملنا صدق الله العلي العظيم. سبحان ربك رب العزة عما يصفون الحمد لله رب العالمين آمين. الحمد لله رب العالمين والعاقبة للمتقين. الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفي ذنوبنا أبو القاسم محمد صلى الله عليه وآله وسلم. اللهم ربنا يا ربنا تقبل منا إنك أنت السميع العليم وتب علينا يا مولانا إنك أنت التواب الرحيم واهدنا ووفقنا إلى الحق والطريق المستقيم واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين. إلهي آمين. اللهم نور قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بذات القرآن واشف مرضانا بآيات القرآن وسلم أحيانا بحرمة القرآن. اللهم اكرمنا بكرامة القرآن. اللهم شرفنا بشرافة القرآن. اللهم زينا بزينة القرآن. اللهم ألبسنا بخلقة القرآن. اللهم ادخل الجنة بشفاعة القرآن ونجنا نيران بكرامة القرآن بتلاوة القرآن بفضيلة القرآن. اللهم بلغ ما تلوناه هادية متصلة إلى روح نبينا والشفيع محمد المصطفى صلى الله عليه وسلم وإلى روح جميع الأولياء والأوصياء والشهداء والصالحين وإلى روح المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما خصوصا له الشهداء في سبيل الله لا سيما خصوصا له. اللهم إنا نسألك من موجبات وعزائم مغفرتك والسلامة من كل اسم والغنيمة من كل بر والفوز بالجنة والنجاة من النار. رحم الله من رضي الفاتحة. الحمد لله رب العالمين. إياك نعبد وإياك نستعين صراط المستقيم صراط الذين غير المغضوب عليهم ولا الضالين آمين. بسم الله. قل هو الله أحد الله. Teşekkür ederim. Dostumuz merhamet. Her birinizden Allah tarafı, hürmetli cemaat. Aziz şehit anaları, hürmetli şehit anaları. Bugün biz kopabilmiyoruz, ayrılabilmiyoruz. Gelebilmiyoruz. Ona göre ki biz güzel mekanda, güzel diyarda, vaktever yerdeyiz. Şamakı şehitler xiyabanındayız. Bu güzel diyarda, bu güzel mekanda necə aralanmaq olar, ben onu diyebilmem. Ona göre de aralanmak mümkündür, aralanmayacaqdır inşallah. Allah bunların yerlerini cennet eləsin. Hürmetli cemaat, aziz kardeşler, bacılar, bu günleri güzel gündür. Qeyd elədim, birinci tədbirimizdə qeyd elədim. Yaşarın da tədbirində burada qeyd edirəm. Bunlar 3 şəhid balamızdır, 3'ü də bir gündə olur. Birincini elədik, Yaşar balamızıyıq və eyni zamanda Ziyad balamızı qalır. Ayın 22'si may,
saat 11 tamamda hamımız burada olacağıq inşallah. Ona görə ki, müəyyən bir səbəbə görə, səbəb də xeyir, səbəb də Allah'a şükür. İş dayandı, qaldı ayın may ayının 22-sinə. Saat 11'də burada olacağıq inşallah. Sabah saat 10'da ayın 20'sinde Ağacan balamızın ad günüdür. Hamımız burada olacağıq inşallah. Allah hər birinizdən razı olsun. Hər birinizə təşəkkür edirəm. Amma bir xahişim var sizdən. Həmişə olduğu xahişdir, həmişəki xahişdir. Bir dəqiqəlik sükutla bütün şəhidlərimizin xatirəsini yad edək. Sonra tədbirimizi davam etdirək. Təşəkkür edirəm. Hörmətli Əfqan. Ben el olursam cemaatin içinde ham olur. Ama bacım danışan diyor, ben senden yaşlı bilirəm. Bir neçə kəlmə olsa mən danışıram. Bir neçə kəlmə cemaata təşəkkür. Şəhidin sahib gələn Allah köməyi olsun. Allah bütün şəhidlərimizin yerin məkanın cənnət. Təşəkkür edirəm. Çox sağ olun. Rəna xanım, anası danışa bilmədi. Buyurun. Çox sağ olun, söz verəcəyinizə görə yenidən salamlayıram hər tədbir iştirakçılara. Allah şəhidimizə rəhmət etsin, yeri cənnət olsun, cəmi şəhidlərimizin. Sözümüzə borc bildirik, biz həmişəki kimi yanaşı bu tədbirdə iştirak etmək. Bu yaxınlarda mən may ayının əvvəlində o torpaqlara yəni arzulayırdım, qədəm qoydum, getdim. Böyük bir his keçirdi insan, vallahi ora nə bilim o getdikcə insan necə qürur, həm qürur hissi keçirsən, Həm sevinirsən, həm təəccüblənirsən. Həm də elə bilirsən ki, bütün şəhidlər oradan insanla, yəni ki, onlarla danışırsan da, onların ruhları ilə. Böyük bir hissidir, onu demək mümkün deyil. İnsan nə yorulmadı, səhər saat 5-in yarısı çıxdı, axşam saat 11-də oradan qayıtdı. Bir dəqiqə buradan bir addım atsan insan deyər ki, yoruldum, ayağım ağrıdı. İnsan heç yorğunluq hiss eləmədi. Nə gəzdikcə, nə dolandıqca onların o ayağa basdığı yerlər insana xoş oldu, rahat oldu. Bir anda elə bir ki, özünə borc bildin o torpaqlara qədəm qoyub, onların orada dualar oxumaq, ruhlarından necə deyib, danışmaq. Allah hər bir şəhidimizə rəhmət etsin. Onların sayəsində bugün bu azad ölkədə yaşayırıq. Amin. Düzdür. Allah əzizlərinə səbir versin. Çox sağ olun. Hörmətli Yasir Bala. Sen dünən keçirmişsən öz yoldaşlarla, öz həmkarlarla, öz qan yoldaşlarla dünən sən az günü keçirmişsən. Amma bugün sənin ruhun buradadır. Atan, anan bütün izdiham buradadır. Buradadır izdiham, sənə görə gəlib bu izdiham. Bütün müşahidlərimizə görə gəlib. Bu izdiham sizin içindir. Allah Teala sizin yerinizi cənnətdə eləsin. Bugün burada Şamaxı rayonunun Axund Hörmət Hacı mərhəmətdir. Hörmətli Quşçu kənd icra nümayəndəsinin sədri Vüqar müəllim buradadır və onun mavini buradadır. Hər birinə təşəkkür edirəm və eyni zamanda Sabir Qəşəbə məktəbinin tələbə və müəllim heyətləri də gəldi burada, bizimlə burada iştirak edirlər. Hər birinə təşəkkür edirəm. Çox sağ olun və eyni zamanda hörmətli Yasir Bala. Bu işə baxan Şamaxı rayon şöbəsinin şöbə müdiri, solumda dayanan hörmətli Cəlal müəllim də buradadır. Allah Teala hər birinizdən razı olsun. Hər birinizə təşəkkür edirəm. Hər birinizə öz ağsaqqallı minnətdarımı bildirəm, hörmətli cəmaat. Və eyni zamanda hörmətli Yasin Bala sənin qarşında Şamaxı rayon ağsaqqalı Ağaca babandır. Allah yerinizi cənnətdə eləsin. Allah sizin qalan bağlarınızı gözlərdə sıraq alasın. Hörmətli şəhid ataları, əziz şəhid anaları, hörmətli Ceyhun müəllim, camırsa mən özbəyiz. Buyur. Çok sağ olun. Ben de yine tamamlayıram bütün tədbir iştirakçılarının. Bilirsiniz bunları üç şəhidimizin doğum günüdür, mövlududur. Allah şəhidlərimizin ruhunu şad eləsin. Bizim şəhidimiz yoxdur. Bizim qəhrəman oğlumuz var, oğlanlarımız var, cütlərimiz var. Allah onların ruhunu şad eləsin. Məhz onların sayəsində biz bunları azad gəzirik, rahat dolanırıq. Xeyr işlər görürük. Hamısı balalarımızın sayəsindədir. Qırağa çıxırıq, başımız uca, üzümüz ağ olur. Əfqan, Allah səbri versin qardaş. Bu bala itirmək valideyn üçün çox çətindir, ağırdır. Allah heç bir valideyn evladla sınağa çəkməsin. Yəni biz bura danışmağa gəlməmişik, biz bura ziyarətə gəlmişik. Biz sözümüzü balalarımızla demişik. Allah cəmaatımıza, elimizə, obamıza bərəkət versin. Amin. Bunları bizim burada kənd nəsli görürəm, balalarımızı görürəm. Onların
Allah gələcəyin uğurlu eləsin. Xeyirli eləsin inşallah. Məhz hər şey bizim şərtlərimizə görədir. Yəni çalışıb mütəmadi olaraq, məhz elə bu gün yox, elə hər dəfə biz çalışmalıyıq ki, gələk bizim bu qəhrəman oğulları ziyarət eləyək. Yəni biz gələcək nəsilimiz bizim bu balalarımızı təbliğ eləsinlər ki, tanınsınlar. Bəzən gəlirsən, xiyaban bomboş olur. Amma başqa rayonlara gedirsən, görsən ki, xiyabanlarda insanlar axışırlar xiyabana, şəhidlərimizi ziyarət eləyirlər. Yəni biz də ordumuzdan çıxmaqdan ötürü bilməz biz o qalır ki, onlara duaçı olaq, onları mütəmadi olaraq ziyarət eləyək. Hər kəsdən Allah razı olsun ki, bu günləri Əfqan qardaşımızı tək qoymamışsınız, ona təsəlli olmuşsunuz. Burada şəhid atalar da var, ailələri qıraqdan, müəllimlərimiz var, rəsmilər. Allah hər kəsdən razı olsun ki, sağa kimi bizim yanımızda olublar. Allah dünyasını dəyişənlərimizin hər birinə rəhmət eləsin. Şəhidlərimiz diridirlər, onlar əbədidirlər. Onlar, Allah Teala onlara böyük bir məqam qismət edib. Allah onların, şəhidlərimizin məqamını daha da ucalardan uca eləsin. Allah onların şəfaətini bizə nəsib eləsin. Allah onlardan milyon dəfə razı olsun. Çox sağ olun, təşəkkür ederim. Təşəkkür edirəm. Tevfik, yaxınlaşma, bir də çəkişdirmişəm. Şəhidlərimizi ziyarət etmək lazımdır. Adi günlərdə gəlib ziyarət etmək lazımdır. Şəhid evində ziyarət etmək lazımdır. Çünki xalqın bizə ancaq mənəvi dəstəyi lazımdır. Dövlətin mənəvi dəstəyi, maddi dəstəkdən çox mənəvi dəstəyi lazımdır. Çünki bizim bu balalarımız hamının qeyrətini namusunu qoruyur. Bunu hamı bilməlidir. Müharibədə bir əskər kimi döyüşməyən balası da olsa, boğulma da olsa, bu olmasa da. Çünki 1918-ci ildə acı yaxşı bilək, bizim məsciddə 8 mindən yuxarı adam yandırırlar. O hadisə olmasın deyə bu balalar getdi döyüşdülər. O hadisə olmasın deyə bizim balalarımız bir oldu, getdilər Qarabağ aldılar, güclü dövlət quruldu. Kimi isə qalan cəmaatı bu gün balalarımızın yaxşı yaşaması üçün bir nəfər birində bir yüngül bir işin aşıranda ona ömür boyu minnətlər olursun. Bizim şəhidlərimiz bizi onlara ömür boyu minnətlər olmalı. Çünki o bizim bütün şəraitimiz, düşürdüyümüz maşında, çıxdığımız evdə, gəzdiyimiz bir gözəl günləri də hamısına öz əziz canlarını qurban verirlər. Bunu başa düşmək lazımdır. Bu şəhidlər hamının şəhididir. Hamısı minnətlər deyil, hamısı minnətlər olsa bana söz deməli. Olsunlar. Olmaq borclarıdır. Çünki onlar hamının qeyrətinin namusunu çəkirlər. Başqa rayonları deyirəm, Şamaxıda olan 18-ci ildəki hadisənin hələ tarixə düşən, dəftərə düşənlərin sayı hesabı yoxdur. Bu balalarımız o günlər bir də təkrarlanmasın deyə öz əziz canlarını verdilər. Əlbəttə, komandirsiz nə qədər əskərin olsa, onu heç alimdir. Dövlət başçımızın, cənab prezidentimizin böyük əməyi var, siyasəti var. Dövlətə gələn pulları orduya sərf elədi, silah aldı, top aldı, tüfəng aldı, bizim bilmədiyimiz şeylər var, onlar alındı. Amma yenə öz əziz canını verən, öz canın riski atan bu şəhidlərimiz, döyüşən oğlanlarımızdır, veteranlarımızdır, qazilərimizdir. Bizim hamımızın onlara borcumuz var. O borcu ödəmək üçün sadəcə şəhid valideynlərə, şəhidlərə hörmət saxlamaq lazımdır. Başqa heç bir şey eləmək lazımdır. Çünki şəhidlər hamının qeyrətinin namusunu çəkir. Bu səyəli bayrağın Qarabağda dalğalanmasın, məhz o şəhidlərimiz saxlayırlar. Allah yerlərini cənnət eləsin, valideynlərinə səbir versin. Mən bir şəhid atası kimi bütün şəhidlərimizə fəxr edirəm. Çünki bizə şəhidlik qismət olmadı, biz döyüşən şəhid atalarına. Amma balalarımıza qismət oldu. Allah yerlərini cənnət eləsin. Onlar bizim başımızı uzalara qaldırdı. Azərbaycan torpağı zəfər qazandı. Allah yerlərini cənnət eləsin. Allah valideynlərə səbir versin. Allah hamımızın kömək olsun. Amin. Sağ olun. Tevfik. Buyur. Çok sağ olasın. Allah razı olsun. Şehitlerden çok tanışmıyorlar. Sağ olsunlar. Mevlidi olan şehitlerimize Allah mevlidini mübarek eylesin. Sağ olsunlar, sahip gelenler Allah kömək olsun. Biraz son kardeş de dedi, valla ben söhbetilmezeydim. Zaten. Elə adam ben tanıyıram ki, elə aile tanıyıram ki, xiyabanı tanımır. Korkur ki, geleceğim oraya, ben uşağım ölecek. Valla belə aile de var. Ama sağ olsunlar ki, ya demirler ki bu şehitler bizden öte can veriyor. Elə rəhbər işçiləri var ki, oturup orada elə bilirlər ki, bunlar elə yerləri durar. Ya demirlər ki, şəhidlərin sayəsində orada dursan. Bunu fikirləşmək, dərk eləmək lazımdır.
O günler. Hakimli, O çekilen hem azı. Allah kardeş. Büyük mevlüdü olanların yerin cennet mekamı olsun. Cem-i şehitlerimizin yerin cennet mekamı olsun. Allah sabır versin. Çox sağ ol, təşəkkür edirəm. Hörmətli Vüqar müəllimə mən təklif edirəm. Vüqar müəllim ürəyə gəlmir danışmağa. Hörmətli Ramiz müəllim, buyur buradasan. Sən də bu cəmaatın oğlusun. Hamı bu cəmaatın oğlu. Mən bayaq dediyim kimi, mən bu şəhidlərlə fəxr edirəm. Bu günləri şəhidimiz Bəkirov Yasər, mən xalam nəvələridir. Hər ikisi, atası da, anası da, ikisi də xalam nəvələridir. Yəni deməyim odur ki, bütün şəhidlər mən hamısı Hamısı xalan nəvələr. xalam nəvələri, daim nəvələr, əmim nəvələr, Elədir. canım ciyərlərimdir. Bəli. Mən nəinki şəhidlər xiyabanına gələndə, mən televizorda görəndə Allaha and olsun ürəyim ağrıyır, amma həm də fəxr edirəm. Elə ona görə Vüqar Bu müəllim günləri danışa biz sağ-salamat var bu açıq Vüqar ona havada, görə qardaşlar danışa dedi, bu gözəl samada gəzirik. Biz onların sayəsində gəzirik. Bəli. Biz bunların sayəsində gəzirik. Bu günləri Azərbaycan ordusunun sədası xarici dövlətlərdən gəlir. Hər yerdəki gəlib orada nümunə götürür. Allah rəhmət eləsin, Allah Təşəkkür sizdən edirəm. razı olsun. Rıza müəllim. Danışmırsan orada da dərəli yoxdur. Burada da buyur. Allah kömək olsun sözünüzə. Yaxşı müəllim. Allah balamıza rəhmət etsin. Amin. Bax, Allah səbir versin. Bax gördüyünüz o bayraqlar var. Bizim dövlətimizin gerbi, bayrağı, himni bizim açıb tutmuşdur. Bizim kimliyimizi onlar təsdiq edir. Bu bayraqda olan üç rəng və uşaqlar öz canlarını bayraqda olan rənglərə göndərir. Belə qısa desək, müasir vaxtda Türk İslam dünyasının qələbəsi çalınır. Onda hər bayraqda olan rənglərin hamısı orada ifadə olunur. Bilirsiniz, dövlətimizin vətəndaşları qarşısında qoyduğu hüquqlar və vəzifələr var. Bizim uşaqlarımız öz yaşamaq hüququn himdə olan kimi canların qurban verməklə qəhrəmanlığını qazandılar. Ancaq valideynlərin də vəzifələri var. Bu vəzifələrdən biri vətənpərvər ruhda övlad böyütməkdir. Demək, şəhid ailələri, ata və analar öz vəzifələrini layiqlə yerinə yetirdilər, belə igidlər yetişdirdilər. 44 günlük müharibədə bizim qəhrəmanımız Yasər Bəkirov Suqovşanda vuruşub. Əksəriyyət bizim Şamaxıda uşaqlarının əksəriyyəti 157, 708 və 701, 700 hərbi hissələrdə xidmət elədi. Həmin hərbi bölmələr Suqovşanda vuruşdular. Ən çətin yer idi. Ən çətin 30 il ərzində ermənilərin hazırladığı istehkamlar, dotlar, zotlar, yeraltı bunkerlər, bizim uşaqlarımız oradan getdi və çoxlu şəhid verdik. 800-ə qədər şəhidin bir 10-11 dənəsi Şamaxının payına düşdü, Suqovşanın azad olunmasında. Oktyabr ayının içində Suqovşan azad oldu. Bizim qəhrəman oğlanlarımızın və onların biri timsalında Yasərin də Azərbaycanın ərazi bütövlüyünün azad olunmasında haqqı və rolu olur. Qələbə nəyin bahasına başa gəldi? İtkilərimizin. Ancaq qələbənin səbəbi birincisi ordu, xalq və Ali Başkomandanın birliyi oldu. Bu birlik bizi qələbəni gətirdi. Bu gün də bizim qələbəmizi qəbul eləməyən, istəməyən qüvvələr var. Bu gün də onun olmasını istəməyən qüvvələr nəysə mane olmaq istəyirlər. Lakin dövlət düzgün siyasəti nəticəsində biz düz yollarımızla gedirik. Antiterror əməliyyatında Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu. Azərbaycanın suverenlik günü elan olundu həmin gün. Və bütün bu suverenlik günündə, anım günündə, qələbə günündə bizim təqvimimizə düşdü. Və bu uşaqlar nə qədər bayramlar keçir, o qədər yaşayacaq. Allah şəhidlərə rəhmət eləsin. Təşəkkür edirəm. Namaz. Buyur. Qazi qardaş, yaxınlaş mənə. Məkan cənnət olsun, cəm şəhidlərimizin. Allah hər birinə razı olsun. Elvin, hə. Buyur. Təşəkkür edirəm. Elvin, buyur, Qazi. Allah rəhmət eləsin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir versin. Hamısının qarşısında baş əyirəm. Bugün biz bugünlər hər şeyi sizə borcluyuq. Sizin evlatlarınıza borcluyuq. Bugün uşaqlar bu cür oxuyurlar, şəhidlərimizi yad edirlər. Hər şey sizə borcludur. Allah məqamını uca eləsin, yerin cənnət eləsin. Amin. Şəhid qardaşım. Çox sağ olun. Mən də tədbir etdim. Hamını salamlayıram. Allah Yasər balamıza rəhmət eləsin. Məqamı orada olsun. Valideynlərinə də Allah'tan səbir diləyirəm. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin.
Müəllim. Çox Buyur. sağ olun. Mən heç danışmaq istəmirdim özü ki. Zakir, buyur Yasər sən də yanıma balamıza Zakir. Allah yerin cənnət eləsin Əfqan qardaş, bacı. Allah səbrinizi versin. Allah məkanın cənnət, məqamını uca eləsin. Bəli, bugünkü günü, bugünkü işıqlı səmanı bizə bu şəhidlər bəxş eləyiblər. Şəhidlərin sayəsində Ali Başkanlığın bunun rəhbərliyi altında bu 30 illik işğala son qoydular. Allah onlardan dönə-dönə razı olsun. Dövlətimizi, dövlətçiliyimizi qorusun. Ordumuz güclü, qüdrətli, basılmaz olsun. Özü biz bir şəhid valideynlərindən mən bir qardaş kimi tövsiyəm. Bəzisindən yaşım elə yuxarıdır, bəzisindən aşağı. Tövsiyəm odur ki, ilk bizdən başlayır. Unutqanlıq, biz unutqan millətik ümumiyyətlə. Unutqanlıq eləmək olmaz. Əgər ailənin içindən başlayır, şəhid ailəsindən. Əgər biz unudacaqsa şəhidləri, dövlətimiz, millətimiz də unudacaq. Ona görə də Allah o şəhidlərdən dönə-dönə razı olsun ki, biz birliyimizi, bərabərliyimizi saxlamaq lazımdır. Allah sizdən razı Təşəkkür olsun. ederim Zakir. Buyur qədər. Təşəkkür edirəm Allah bağlarına. Ay bacı, bir oğlun da danışanmadı. Bir neçə kəlmə. Çox sağ olun. Axundumuz, hamımızdan Allah razı olsun, rayonumuzun rəhbərlərindən. Allah cəmi şəhidlərimizin yerin cənnət eləsin. Amin. Atasına, anasına səbir diləyirəm. Allah o əsgərlərimizin köməyi olsun. Amin. Allah ordumuzun köməyi olsun. Allah prezidentimizi qorusun. Allah heç analara ilə belə göz yaşı tökdürməsin. Gözəl gündə, gözəl məkanda, gözəl tədbirlərimizi keçirdik. Allah Teala sizin hər birinizdən razı olsun. Sizin hər birinizə təşəkkür edirəm. Ağsaqqalına təşəkkür edirəm sizə. Ağsaqqalınızla hər birinizə təşəkkür edirəm ki, bu gözəl gündə, bax, bu ziyarətdir. Allah Deyirsən, bir nəfər olsun. Əskik eləməsin sizi. Siz bu cəmaatın hamısını başınıza toplayıb. Təşəkkür edirəm. Allah Teala Beləncə hər izdiham birinizdən razı keçirdiniz. olsun. Bax, Allah şər köməyiniz birinci olsun. keçirdiniz. Şər ikinci şər, bundan sonra keçirdiklərimiz. Şəhidlərimizi Allah Teala daha da yerin cənnət eləsin. Bütün şəhid atalarını, şəhid olanlarını Allah Teala qalan bağlarını salamat eləsin. Ya Rabbim, ya Resulallah. Azərbaycan xalqını xoşbaxt elə. Bütün bu görülən işlər, bax, toy eləyirik, maşın alırıq, deyildi, ev tikirik. Hamısı bu bağlarımızın sayəsindədir. And olsun Allah'a. Heç kim olanı bilməz. Hamısı bağlarımız, hamısı Ali Başkomandan, İlham Əliyevçən ablanın sayəsindədir. Mehriban xanımın sayəsindədir. Allah Teala prezidentimizi daha da ucalara qaldırsın. Ya Rabbim və Resulallah. Prezidentimiz nə qədər uca olsa, Azərbaycan xalqı da o qədər ucalacaq. O qədər də şəhidlərimizin yeri cənnət olacaq. Allah Teala hər birinizdən razı olsun. Hörmətli mənim bağlarım, nəvələrim. 30 il mən sizə dərs demişəm. Sizə təşəkkür edirəm. Sizi görəndə mən ruhlanıram. Demək olar, qida alıram mən sizdən. Çox sağ olun. Rəhbəri də sağ olsun ki, oradan çıxsın, müəllimələr də buradadır. Çox sağ olsun. Cəmaat, sıba cəmaat bu deməkdir. Allah hər birinizdən razı olsun. Cəmaat, hörmətli cəmaat. Sabah saat 10'da Ağacanın Allah koysa. Ad günüdür. Hamı saat 10'da burada inşallah. Sabah saat 10'da. Aynı 22'sinde, May ayının 22'sinde Ziyad'ın ad günüdür. Saat 11'de burada olacak inşallah. Her birine teşekkür ederim. Her biri sağ olun. Allah Teala sizi pis gün göstermesin. Allah Teala hürmetli Əfqanda. Hürmetli bu bacımız da bugün tedbir geçirdiğimiz bağlarımızın analarının, atalarını hoşbaxt eləsin. Yerleri, kalan bağlarını hoşbaxt olsun. Onlardan kalan uşaqları. Hoş olsun, hoşbaxt olsun ya Rabbim, ya Resulallah. Verdim onu. Çok sağ olun.